Bu rəsmlər şəhid Rauf İbadovdan yadigar qalıb. Yaxşı əl qabiliyyəti olub. Orta məktəbdə, sonra da Memarlıq və İnşaat Universitetində təhsil aldığı dövrdə də rəsmlər çəkib. Hətta universitetdə ilk sərgisi də açılıb. Vətən, torpaq, bayraq isə onun əsas mövzularından olub. İlk növbədə mən Raufa və onun bacısına, ata-ana müraciət öyrətdim. Qrammatikamızı, ana dilimizi, vətənimizi, bayrağımızı sevdirməyi bacardım. Görürdüm ki, rəsmə həvəsi var. İlk rəsmi də demək olar ki, bayraq olub və onu da saxlayırdı. Sonradan getdikcə o daha da həvəsi yarandı rəsmə. Ali təhsilini başa vurandan sonra hərbi xidmətdə olub. Vətənpərvərliyi onu orduda nümunəvi əsgər kimi fərqləndirib. Fəxri fərmanlar alıb. 2020-ci ilin sentyabrın 27-sində başlayan Vətən müharibəsi zamanı isə döyüş meydanında idi. Belə bir ifadə işlədib ki, hələ 2018-19-cu illərdə mən elə bir həyat yaşayacağam ki, hamı məndən danışacaq. Bu öz aləmində, ruhunda özü planlaşdırmışdı. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində döyüşən Rauf İbadov göstərdiyi şücaətinə görə manqa komandiri təyin olunub. Laçın dəhlizi ərazisində qəhrəmancasına şəhid olub. Yaddaşlarda və xatirələrdə isə əbədi qalıb. Yaxşı övlad, yaxşı insan, yaxşı dost kimi. Çox belə qeyri-adi bir insan idi. Vətən sevgisi, anaya sevgi, valideynlərinə sevgi. Hətta inanırsınız, həmişə Allahdan arzu eləmişəm ki, eləyirəm də ki, hər bir valideynə Rauf kimi övlad qismət olsun. Əxlaqında, dürüstlüyündə. Mən hər yerdə vurğulayıram onu. Rauf İbadov Abşeron rayonunun Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra vətən uğrunda cəsur döyüşçü Cəbrayılın və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Xədicə Səxavət, Valid Bəxtiyaroğlu, Rəşidə Zülfüqarova, ASTV xəbər.